Amin. Habibi ilahına, Habibi nüfusuna, Ebu'l Qasim Mustafa Muhammed. Əvvəla, xoş olsun ki, bizim halımıza bu ildə Hüseyin silahında əyləşmək bizə nəsib oldu. Hüseyin ibn Əlini, qara pərçəmlərini Allah bu ildə bizə nəsib etdi. Şükürlər olsun Allah. Şükürlər olsun Allah'a ki, milyonlarla insan içində ərəbəyini nəsib elədi bizə, ətrini hiss elədi. Allah gelməyənləri nəsib eləsin inşallah. Allah Teala Quran-ı Kərimdə və İslam Peyğəmbərindən bəzi yerlərdə buyurur ki, ağlamaq, qəmlənmək olmaz. İnsan cəsidir ya, olmaz. Mənim yadımdadır bir dənə alimin kitabını oxuyurdum mən. Bu alim o kitabda elə bu ağlamağın mənasını getirmişdir, hədisini. Buyurur, Allah o ağlamağı qadağan qoyur ki, egoizmdən qaynaqlanan qəmi Allah qadağan qoyur. Egoizm nədir? Məsələn, filankəsin 5 milyon pulu var, mənim yoxdur, otur bağlayacaq. Filankəsin maşını var, mənim yoxdur, otur bağlayacaq. Filankəsin evi var, mənim yoxdur, otur bağlayacaq. Allah bu qəmin ziddinə qoyur, zidd qoyur. Olmaz bu qəm. Bu qəm, insan bu qəmlənməklə heç nə edə bilməz. Amma elə bir qəm var ki, insan o qəmdə oturur və məclisdən sanırsan həminə qəmdə oturmaq istədiyində. Bu qəribə bir Hüseyin ibn Əlinin qəmidir. Bu qəribə bir eşqdir. Qəribə bir, belə deyək ki, baxın 124 min Peyğəmbərə, baxın imamlara, yeganə İmam Hüseyin ki, 40 gün əza saxlandı. 40 gün əzası var Hüseyin ibn Əlinin. Bu qəribə bir eşqdir ki, cavan oğlandır, 18 yaşı var, 25 yaşı var, onu heç nə ağlatmaz bu günləri oturub Hüseynin məclisində ağlayır. Bu qəribə bir eşqdir. Baxın, Aşura günü məscidlər dolur. Elə adamlar görürsən ki, heç o adamın heç Allahın qapısına heç vaxt gəlməz, amma Hüseyin ibn Əlinin qətl günü gəlsin öldürür. Bu Hüseynin eşqidir ki, insanları cəlb edir. Allah bu qəmə icazə verir. Bu qəm ləzzətli qəmdir. İnsan bu qəmdən istifadə edirsə, nələr qazanır? Və Allah Quran-ı Kərimdə buyurur ki, şükür edənlər də azdır. O insanlar ki, şükür edirlər, ulama bilər. Şükür edənlərin sayı azdır. Mən araşdırma apardım ki, bu şükürün içində nə var ki, bu şükür edənləri azdır deyir Allah. Bu şükürdə nə gizlənir? Şükürdə 3 maddə gizlənir. Maddə nə? Məsələn, bir yeməyin, bir xörəyin duzu olar, istiyotu olar, yağı olar, əti olar və s. var. Bu şükürdə də 3 xislət var, 3 maddə var. Birincisi,